Bəzən hisslərin bastırılması özünü aqressiya formasında biruzə verə bilər. Ona görə özünü ən pis hiss elədiyin bir anı xatırla və həmin anı gözündə tam canlandır. Düşün ki, nə qədər ağlasan, bu an, bu ağrı çıxıb gedərmiş kimi. Və gözlərini yum, göz yaşlarını fiziki formada deyil də, sadə qələmlə qaralamalar formasında ifadə elə. 11 saniyə boyunca vərəqi qarala. 11 saniyə sonra gözlərini aç və sanki incikliyin, narahatlığın keçib getdiyini, azaldığını hiss eləyərək həmin onun sərt hissələrini yavaş-yavaş yumşaltmağa çalış. Sonra gözlərini yenidən yum və problemin həll olduğunu bacara bildiyin qədər vizuallaşdır, gözündə canlandır və problem həll olarsa özünü necə hiss edərsən onu hiss eləməyə çalış. Və tam təsəvvür elədikdən sonra gözlərini aç və həmin müsbət hisslərə fokuslanaraq qaralamanı istədiyin rəngdə, istədiyin formada rənglə. Boşluqları necə rəngləməyini sənə buraxıram və hansı hissə sənə nə hiss elətdirir? Axırda özünə bu sualı ver. Bunu eyni zamanda nə zaman istifadə edə bilərsiniz? Hansı ki, bəzən biz istədiyimizi əldə edə bilməyəndə əngəllənmişlik duyğusu yaşayırıq və bu da bizə həmçinin aqressiya, narahatlığa gətirib çıxarda bilir. Eyni zamanda nə zaman özünüzü gərgin hiss eləsəniz, nə vaxt aqressiv hiss eləsəniz, istənilən halda istifadə edə bilərsiniz.